Azərbaycanda güclü zəlzələ baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilir ki, zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. Titrəyişlər episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Zəlzələlərin Tədqiqatı Bürosunun son dəqiqə məlumatına görə Pirqulu stansiyasından 12 km cənubda Şamaxı-Ağsu sərhəddində Ağsu rayonunda zəlzələ qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərində idarəetmə mərkəzinə daxil olmuş məlumata görə yanvarın 18-i yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhəddində Ağsu rayonunda 3,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə heç bir məlumat daxil olmayıb. Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Hyundai Elantra markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə 1985-ci il təvəllüdlü Ruslan Süleymanov həyatını itirib, 2001-ci il təvəllüdlü Kamran Məmmədov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, onun vəziyyətinin hazırda ağır olduğu bildirilir. Baş vermiş faktla bağlı araşdırma aparılır. Göygöldə toyda bıçaqlanma hadisəsi olub. Hadisə rayon mərkəzində yerləşən Fərid Şadlıq sarayında qeydə alınıb. Belə ki, məclis zamanı Molla Əcəlli kənd sakini 1996-cı il təvəllüdlü Rövşən Ələkbərov bədəninin 2 nahiyəsindən bıçaq zərbəsi alıb. İlkin məlumata görə hadisəni törətməkdə zərər çəkmişin həmkəndlisi və dostu Nurlan Nəsibov şübhəli bilinir. Bildirilir ki, tərəflər toyda spirtli içki qəbul ediblər və mübahisə məhz sərxoşluq zəminində baş verib. Ağır xəsarət almış Ələkbərov dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır. Şəmkirdə ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan Ford Transit markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Quliyev Şirzat Elmanoğlu aldığı ağır xəsarətlərdən ilə hadisə yerinəcə keçinib, baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Bakı şəhəri Yasamal rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib. Bildirilib ki, Nazirliyin xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyidi aidiyyatı üzrə təhvil verilib. Şəmkirdə isə evin həyətindən kişi meyidi tapılıb. Hadisə ötən gün səhər saatlarında rayonun Mahmudlu kəndində qeydə alınıb. Məlumata görə kənd sakini 1962-ci il təvəllüdlü Mehman Qurbanovun meyidi yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.